Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ucar Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi təsdiq edilən istismar tədbirləri planına uyğun olaraq ötən il olduğu kimi bu ildə meliorativ tədbirlərini davam etdirir. Vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi ilə əlaqədar suvarma arxlarında 263 km məsafədə, kollektor drenaj şəbəkələrində və şirə kanallarında isə 65 km məsafədə lildən təmizlənmə işləri görülüb. Bu işlər əsasən Kəsbər kanalında, Alpoud, Qazyan, Şahlıq, Bağman, Boyat, Yuxarı Şilyan, Bərgüşad, Qaradağlı, Qazqumlaq, Məlikballı, Ramal, Əlikənd, Xələc və Qızlıq magistral kanallarında həyata keçirilib. Çaylarda sel sularının artması ilə əlaqədar suvarma kanallarında erkən lillənmə baş verdiyindən təkrar lildən təmizlənmə işləri davam etdirilib. Su itkilərinin qarşısının alınması və kənd sərvəti sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə rayon ərazisində uzunluğu 17 km olan torpaq məcralı Kəsbər suvarma arxının 5500 metr hissəsi beton üzlüyə alınıb və üzərində olan hidrotexnik qurğular yenisi ilə əvəz olunub. Kanal Qazyan, Boyat, Bağman, Yuxarı Çiyni, Yuxarı Şilyan və Bərgüşad kəndlərinin 5260 hektar pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edəcək. Ötən il rayon ərazisində 8855 hektar taxıl əkilib. İdarə tərəfindən görülən tədbirlər nəticəsində suvarma mütəşəkkil formada və optimal müddətdə uğurla başa çatdırılıb. Bu ildə fermerlər əkdikləri taxıl və digər kənd təsərrüfatı bitkilərinin suvarılmasını normalara uyğun olaraq apararaq bol məhsul əldə etməyi planlaşdırıblar. Bir illərim 3 hektar yarım arpa həmişəm. 2 hektarda yoncam var. Bizim kənd cəmaatının dolanışığı bundan, torpaq bölünəndən bu işlə məşğul oluruq. Arpası, buğdası, yoncası. Buradakı vaxtında suvarma tam yerinə yetirilir deyənə məhsuldarlıqsa yaxşı olur. Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 5527 əhali abonenti, 225 qeyri-əhali abonentinə xidmət göstərir ki, bu da Ucar şəhəri, Qarabörk kəndi, Gəraybəli kəndi və Göyçay rayonunun Müskürlü kəndlərini əhatə edir. Bundan əlavə Ucar Külüllü magistralından Göyçay rayonunun 10 kəndi, Ucar rayonunun 10 kəndi, Ucar şəhər magistralından 2 kənd, Külüllü Zərdab magistralından 2 kənd bulaqlar vasitəsilə içməli su ilə təmin edilir. İçməli su sahəsi üzrə 2025-ci il ərzində idarəyə 1420 müraciət daxil olub ki, bunun 950-si iş əmri əsasında ümumilikdə 1400-ü müsbət həllini tapıb. 20-si isə təkrar müraciət.